Hanım kimdir? Xoş gəlmisiniz əvvəla. Xoş oldu mən sizi görmək burada. Mən Vəfa İzzətli, Sumqayıt şəhidi Həmidov İzzətin anasıyam. O mənim qürur yerimdir. Həm də özüm də izimdən də qabaq, yəni mən 3 oğul böyütmüşəm. 25 ildir bu işlə məşğulam. Mənə bilirsiniz nə maraqlıdır? Bu düşünürəm bu ateliye tək bir biznes deyil. Bütün bu ağrının sənətə çevrilməsi necə bir hissdir? Yaxşı ki işim var. Yaxşı Doğrudan yaxşı ki işim var. Məni ayaqda tutan işimdir. İşdən 1 saat belə tez çıxanda evə gedirəm, çox pis oluram da. İş məni ayaqda tutur. Oğlanlarım məni ayaqda tutur. Neçə oğlunuz var? 3. Yenə də mən həmişə 3 deyirəm də. İzzətimlə bərabər 3. Şəhidlər ölməz. Düşünürəm ki, atölyədə də onun necə deyim, Yanımdadır, buradadır, evdədir, hər yerdədir. O buradadır. mən isə gəlmişəm bura sizin yanınıza əsasən özümə həm paltar tikdirməyə canımsız. Amma maraqlıdır ki, ateliyenin adı niyə şöylədir? Anam, rəhmətli anamın adıdır. Mən atam da, anamı da uşaqkən itirmişəm. 13-14 yaşımda atamı itirmişəm, 18 yaşında anamı və ateliye açanda düşündüm ki, ancaq anamı yaşada bilərəm. Çünki anam məni bu sənətə qoyub, anam mənim üçün çox əziyyət çəkib, çox. Bu tikmə bacarıq sənətini ananız sizə dərziliyi. Hə, mən uşaq kimi balaca çıxılı qız idim, kuklalarıma paltar tikirdim. Anam gördü ki, mən həvəskarım da, sevirəm bu sənəti. Anam bu işə məni qoydu, dərziliyə qoydu məni. Anam bu dərzliyə qoyandan sonra atamı itirdik. Atam rəhmətə getdi. Atamı itirdim, anama dedim ki, day dərzliyə getməyim, də aylığı ödəyirdi axı ora. Hə, mənim anam o sözə görə elə mənim medsestralığı da oxutdu. Yəni, Tibb bacılığı. Bəli, onu da oxumuşam. Yəni ona görə düşündüm ki, mənim anam mənim çox əziyyətimi çəkib. Anamın adını yaşadıram. Bu həyatda belə deyim ki, sizə buradan da deyirəm, yəni bir adam deyə bilməz ki, mən kiməsə nəyəsə görə gedim ağız açım, kimdənsə nəsə istəyim, acından ölərəm, heç kimə ağız açmaram da, düzdür. İraq olsun. Allah adamı elə bir vəziyyətə qoyar ki, kiməsə, amma şükürlər olsun ki, elə bir vəziyyət yaranmayıbdı. Mən özüm də qoç bürcüyəm, birisi də qoç bürcü. Sual verici bürcü deyəcəydim ki, nə bürcüsüz belə qırır, buradan hardan əmələ Bürcü necə olur? Dik durmağı sevir. Həm də mənim oğlanlarım var axı, Elvinim var, maşallah, Nurlanım var. Düzdür, əvvəllər çox pis özümü itirmişdim deyim, buraxmışdım deyim, çox pis oldum. Sonra düşündüm ki, yox. Yadımda da o kadrlar, görmüşəm mən o. Düşündüm ki, mən İzzətin yox, Üsyan bir Elvinin də anasıyam, Nurlanın da anasıyam, elə hamının da, yəni. Amma bilirsiniz siz ən doğru yoldasınız. Çünki bir növ üsyan da Allaha qarşıdır. Yəni biz Əslində isyan etmədim mən heç vaxt. Çünki özüm namaz qılıram. İzzidən də qabaq illərdir, bəlkə 10 ildir. Sadəcə yox, hər gün ağlamaq, hər gün depressiyaya düşmək bir növ üsyandır. 5 ildir hər gün ağlamışam da. Yalandan deyim ağlamıram. O var. Amma